Gənc Kinematografçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Film Festivalı bu il Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən Bakı Sinema Breeze 25 Film Festivalı çərçivəsində reallaşır. Festivalın yerli müsabiqə proqramında 16 qısa metrajlı, bədii, sənədli və ayrıca nominasiya üzrə 5 tələbə filmi yarışıb. Bakı Beynəlxalq Film Festivalı artıq 16-cı ildir keçirilir. Bu həm ölkəmiz, həm region üçün yetərincə böyük bir hadisədir. Kino aləmində artıq bu festival tanınır və belə deyək, ardıcıllığın qorunması baxımından da festival komandasını alqışlamaq lazımdır ki, bu festivalı davamlı şəkildə keçirirlər. Farklı kategorilerde farklı filmler izledik. Hem belgesel hem kısa film vesaire. Gayet içeriklerinde çok güzel içeriklerle karşılaştık. Tabii bu bir yarışma. Çok iyi var, biraz daha iyi var. Onları kıyaslamaya çalıştık. O yüzden tüm yapımcılara, tüm yönetmenlere bu heveslerinin devam etmesini, yine başarılı bir şekilde bu benzer içerikleri üretmelerini tavsiye ediyorum. Bağlanış mərasimində çıxış edənlər bu ilki festivalın bir sıra məqamlarla yadda qaldığını vurğuladılar. Bildirildi ki, ölkəmizdə milli kinonun təbliğində rol oynayan festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film nümayiş etdirilib. Türkiye ve Azerbaycan arasındaki ortak film yapımlarını arttırmak çok önemli. Ben de daha önceden Azerbaycan'la Türkiye arasında iki ülkenin Kültür Bakanlıklarının destek verdiği ilk ortak yapım projesini geliştiren yapımcıyım. Azerbaycan sinemasını yakından takip ediyorum. Zaten çok yakın olduğumuz, ilişkilerimizin çok kuvvetli olduğu bir ülke. Sinema alanında yapacak çok şey var Türkiye ile Azerbaycan arasında. İki ülkenin bu dostluğu, kardeşliği sinema alanında da bence çok büyük potansiyel vaat ediyor. Sənədli film kateqoriyası ən güclüydü, yaxşı işlər vardı. Çünki zaten Azərbaycan kinosunda sənədli kinonun çox güclü ənənələri var, həmişə belə olub və bu da özünü müsabiqələrdə göstərirdi. Janr müxtəlifliyi vardı, thriller vardı, dram var idi, melodram var idi, uşaq mövzusu vardı. Yəni janr baxımından düşünürəm ki, yeknəsəklik yox idi. Ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı ssenari və digər nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edildi. Vüsalə Məmmədzadə, Fariz Şıxalizadə, ASTV Xəbər.